Millətçilik, ümmətçilik və firqəçilik, birlik və parçalanma arasında. Millətçilik insanları ortaq dil, mədəniyyət və coğrafi ərazi baxımından birləşdirir. Bu, ilkin sosial identiklik formasıdır və insanların özlərini tanımaları, cəmiyyət daxilində yerini müəyyən etmələri üçün zəruri mərhələdir. Allah Quranda buyurur: Sizin dillərinizin və rənglərinizin müxtəlif olması onun, yəni Allahın dəlillərindəndir. Rum 22. Ey insanlar! Sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Hücurat 13. Bu ayələr göstərir ki, millətlərin və dillərin yaradılması təsadüfi deyil, tanınma və təbii müxtəlifliyin bir parçasıdır. Bu baxımdan millətçilik əgər başqa xalqlara qarşı düşmənçilik və üstünlük iddiasına çevrilməzsə, mahiyyət etibarilə qüsurlu deyil. Əksinə, insanlar bu kimlik ətrafında bir araya gələrək öz dəyərlərini, dilini və mədəni irsini qoruya bilərlər. Ümmətçilik isə millətləri ali mənəvi dəyərlər ətrafında birləşdirən daha geniş və əhatəli bir çərçivədir. Bu anlayış milli kimliyi inkar etmir. Əksinə, onu ümumbəşəri əxlaqi prinsiplərlə tamamlayaraq daha böyük bir birlik şuuruna çağırır. Quranda belə buyurulur: Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin belə etmədi ki, sizə verdikləri uğrunda sizi sınasın. Elə isə yaxşı işlərdə bir-birinizlə yarışın. Maidə 48. Bu ayə ümmətçiliyin məğzini açıq şəkildə ortaya qoyur. Fərqliliklər qorunur, lakin insanlar yaxşı işlərdə yarış və əməkdaşlığa dəvət olunur. Bu yanaşma həm fərdi kamilləşməni, həm də ictimai inkişafı təşviq edən sağlam bir model təqdim edir. Firqəçilik isə ən təhlükəli və dağıdıcı amildir. O nəinki ümmətləri, hətta eyni millətin fərdlərini belə bir-birinə qarşı qoyur. Qardaşı qardaşa düşmən edən, cəmiyyətlərdə daxili parçalanma, fitnə, dini istismar və intellektual tənəzzül yaradan firqəçilik Quranda şiddətlə qınanır. Dinlərini parçalayanlar və firqələrə ayrılanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Ən'am 159. O kəslər ki, dinlərini parçalayaraq firqələrə ayrıldılar. Onlar üçün şiddətli əzab vardır. Ali İmran 105. Firqəçilik çox vaxt uydurma dini təfsirlər və müqəddəsləşdirilmiş yanlış anlayışlar vasitəsilə insanları bir-birinə düşmən edir. Bu cür saxta dini yanaşmalar nəticəsində birlik ruhu yox olur. Haqq yol itir, ictimai stabillik pozulur və cəmiyyət mənəvi dağılma ilə üz-üzə qalır. Tarixdə millətçiliyin mənfi nəticələri müşahidə olunsa da, bu səhvlər adətən nisbətən qısa müddətdə başa düşülərək aradan qaldırılıb. Firqəçilik isə fərqli olaraq uzun sürən, nəsildən nəsilə ötürülən, hətta zamanla mistikləşdirilib müqəddəsləşdirilən bir fəlakətə çevrilir. Məhz bu səbəbdən Quranda firqəçiliklə bağlı xəbərdarlıqlar son dərəcə sərt və qəti xarakter daşıyır. Nəticə: millətçilik və ümmətçilik fərqli səviyyələrdə insanları birləşdirən mexanizmlərdir. Əsas şərt odur ki, bu birlik formaları başqalarına qarşı düşmənçiliyə və ya üstünlük iddiasına çevrilməsin. Ən böyük təhlükə isə firqəçilikdən qaynaqlanır. Çünki bu, həm millətləri, həm də ümmətləri içərdən dağıdır və parçalayır. Qurani Kərim bu parçalanmanı insanlıq üçün ciddi bir təhdid kimi təqdim edir və onun qarşısının alınmasını açıq şəkildə əmr edir. PS. Görünür, məhz bu səbəbdən də bəzən insanlara öz milli kimliyini unutturmağa, onları ümmət şuurundan uzaq salmağa çalışırlar. Çünki bunlar birləşdirici amillərdir. Əvəzində isə firqəçilik daha çox qabardılır, təbliğ edilir və qarşısı alınmır. Çünki parçalanmış toplumlar həmişə zəif olur və zəifləri idarə etmək daha asandır. Bu məqamda parçalanmayın, yoxsa zəif düşərsiniz məzmunlu ayə qeyd olunması yerinə düşərdi.